Üçüncü fəsil. Necə keçdi? Zema xanım qızından soruşdu. Məni qəbul etdilər, Samirə cavab verdi. Və ən əsası, qrafikim onlara uyğundur. Tətil vaxtı hər gün işləyə biləcəyəm. Məktəb başlayandan sonra isə həftədə cəmi 2 dəfə. Nigar xanım mənə çox xoş təsir bağışladı. Düşünürəm bir-birimizi yaxşı başa düşəcəyik. Sevindim ki, razısan. Amma düzünü desəm, sənə elə gəlmir ki, özünə həddindən artıq yük götürürsən? Məktəbdə iş onsuz da asan deyil. Narahat olma, ana, bacaracağam. Mənə doğrudan da biraz dəyişiklik lazımdır. Müəllimlikdən başqa nə isə də sınamaq istəyirəm. Həm də nə isə alınmasa, hər zaman çıxa bilərəm, dedi, anasını qucaqlayıb yanağından öpdü. Elə bu an telefon zəng çaldı. Samirə diksindi, ekrana baxdı və rahat nəfəs aldı. Bir anlıq qorxmuşdu. Birdən odur, doğrudan da məni qəhvəyə çağırmaq qərarına gəlib. Amma zəng edən Sona idi, Qalibin həyat yoldaşı. O sadəcə müsahibənin necə keçdiyini soruşurdu. Qalib onun doğma qardaşı deyildi. Valideynləri faciəvi şəkildə həlak olandan sonra Samirələrin ailəsi onu övladlığa götürmüşdü. Amma Samirə onu başqa cür yox, məhz qardaşı kimi qəbul edirdi. Sona ilə isə Samirənin münasibəti xüsusilə isti idi. Tez yaxınlaşmışdılar, qadın söhbətlərini bölüşür, hər şeydə məsləhətləşirdilər. Elə bu vakansiyaya müraciət edəndə də Samirəni ən çox dəstəkləyən Sona olmuşdu. Valideynləri və Qalib isə düşünürdülər ki, Samirə öz üzərinə çox şey götürür. Samirə özünü saxlaya bilməyib parking qisasından da danışdı. Sona gülərək dedi, bəzən inana bilmirəm ki, səninlə Qalibin genetikanız fərqlidir, hətta reaksiyanız da eynidir. Əminəm o sənin yerində olsaydı borclu qalmayacaqdı. Onun maşınını vintlərinə qədər söküb yerinə yığardı. Sonra narahat səslə əlavə etdi. Amma yenə də ehtiyatlı ol, bilmirsən kimlə ilişirsən. Narahat olma canım, görünür mənim missiyam budur, hamını ağıl kamala çağırmaq. Ertəsi gün Samirə yenə parkingdə boş yer axtarıb bir dövrə vurdu. Və yenə o Lexusu gördü. Elə həmin yerdə sakit-sakit dayanmışdı, sanki qəsdən ona əsəbləşdirirdi. Samirə dözmədi. Maşını arxaya verib səliqə ilə düz onun qabağında saxladı. Bu dəfə vicdanı rahat idi. İçindəki balaca qisas hissi isə hardasa dərinlikdə məmnun-məmnun gülümsədi. Samirə binaya təyin olunmuş vaxtdan biraz əvvəl daxil oldu. Nigar xanım onu görən kimi ayağa qalxıb qarşısına gəldi. Sabahınız xeyir, keçin, indi sizə iş yerinizi göstərəcəyəm. Samirə onun ardınca dəhlizlə getdi, yolda hər şeyi yadında saxlamağa çalışaraq. Ofisdə nisbi sakitlik hökm sürürdü. Ara bir telefonlar zəng çalır, hərdasa danışıqların, müzakirələrin parçaları eşidilirdi. Bu sizin kabinetinizdir. Burada rahat yerləşə bilərsiniz. Kompüter var, printer də var. Nigar xanım izah edirdi. Bax, bunlar tərcümə üçün ilk sənədlərdir. Yaxşı olar ki, yuxarıdakı 2 sənəddən başlayasınız. Rüstəm bəy dedi ki, təcili deyil, amma mümkünsə bugün bitirin. Yaxşı, çalışaram. Samirə başını tərpədib masaya əyləşdi. İş çətin deyildi. Samirə bir neçə sənədə asanlıqla tərcümə etdi. Artıq məktublara keçmək istəyirdi ki, qapı döyüldü və Nigar xanım göründü. Sasilə elan edirəm, gəl qəhvə içək. Sənə sən desəm olar, axı yaşca qızımsan. Daha çox, kiçik bacı, Samirə gülümsədi. Məni tərifləyirsən əzizim, amma xoşuma gəlir. Gedək, həm də sənə kiçik bir ekskursiya edim. Samirə yüngülcə qalxdı və Nigar xanımın ardınca getdi. O yol boyu qapılardakı lövhələri göstərirdi. Ofisdə çalışan vəkillərin adları yazılmışdı. Bura müştərilərlə görüş zalıdır. Burada mühasibimiz Zamin bəy məskunlaşıb, bu da kompüterçimiz Asifin kabinetidir. Bütün texniki problemlər ona. Və nəhayət, müqəddəslərin müqəddəsi, mətbəximiz. Samirə içəri baxdı və Nigar xanımın niyə belə dediyini dərhal anladı. Nəhəng mətbəx ən son texnika ilə təchiz olunmuşdu. Geniş otaqda hər şey vardı. Qabüyan naşından tutmuş, ultra müasir kofe aparatına qədər. Mərkəzdə isə ətrafında rahat stullar olan iri dairəvi masa dayanırdı. Vay, Samirə heyranlıqla dedi. Elə bil Kral Arturun dairəvi masasıdır. Təxminən, Nigar xanım gülümsəyərək qəhvə hazırlayırdı.
Hələ görəcəksən, fasilələrdə burada nə debatlar gedir. Boşuna sənə o vaxt streslə necə davrandığını soruşmamışdım. Nigar xanım qəhvəni onun qabağına qoyanda Samirə həzlə içinə çəkdi. Məni qorxutmayın, Samirə bir qurtum alıb gülümsədi. Elə bilirdim ən stresli vəziyyət səhər düzgün park eləməkdir. Sən hələ Zamin bəyin Rəşad bəylə vergi güzəştləri üstündə necə mübahisə etdiyini, ya da Rüstəm bəyin növbəti iclasdan sonra bura necə fırtına kimi girdiyini eşitməmisən. Bax, o əsl tufandır. Samirə qaşlarını qaldırdı. Rüstəm bəy kimdir? Partnyorlardan biridir? Bəli, 4 partnyordular. Hərəsinin öz ixtisası var. Həmi bərabər hüquqludur. İnstitutda birlikdə oxuyublar. Sonra qərara gəlib bu vəkil kontorunu yaradıblar. Çox mehribandılar. Həmişə bir-birini dəstəkləyirlər. Amma mübahisə edəndə qaç, canını qurtar. Samirə diqqətlə dinlədi, başını tərpətdi. Beynində bir anlıq Lexus görüntüsü parıldadı və içində nəsə çıqqı elədi. Bəlkə mən parking üstündə elə bosslardan biri ilə müharibə aparıram. Amma dərhal bu fikri qovdu. Binanın 20-yə yaxın mərtəbəsi var. Bunun ehtimalı nə qədərdir ki? Günün qalan hissəsi göz açıb yumunca keçdi. Samirə Nigar xanımın verdiyi bütün sənədləri tərcümə etdi və artıq ofisdə işləyənlərin adlarını yadda saxlamışdı. İndi qalmışdı adları üzlərlə tutuşturmaq, amma bu da zaman məsələsi idi. Nigar xanım demişdi ki, əməkdaşların hamısı ingiliscəni sərbəst bilir. Buna görə Samirə üçün xüsusilə vacibi idi ki, işindən razı qalsınlar. İşlərini tez yekunlaşdırıb, Nigar xanımla biraz da söhbət etdikdən sonra Samirə evə yollandı. Maşınına yaxınlaşanda şüşəsiləninin altında yenə tanış bir kağız parçasını gördü. Səliqə ilə sıxışdırılmışdı. Bu dəfə qeyddə yazılmışdı. Sizin sayənizdə bugün piyada gəzməyin faydasını xatırladım və gözəl şəhərimizə doyunca tamaşa etdim. Telefon nömrəniz məndə olsa da sizi narahat etmədim. Yəqin ki, çox vacib bir işlə məşğul idiniz. Hələ üstəlik manipulyatordur. Samirə qaşlarını qaldırıb pıçıldadı. Günah hissi aşılamaq istəyir. Xəyal belə etmə, artıq idman heç kimə mane olmayıb. Çantasından qələm çıxarıb elə həmin kağızın üstünə nəsə əlavə yazdı, təmkinlə gülümsədi və vərəqi Lexusun şüşəsiləninin altına geri qaytardı. Son vaxtlar o maşın sanki poçt qutusuna çevrilmişdi. Bu fikrə gülümsəyən Samirə sükan arxasına keçib işlədiyi məktəbə tərəf sürdü. Bugün müəllim yoldaşları ilə məktəb kitabxanasını səliqəyə salmaq üçün sözləşmişdilər. Köhnə kitabları ayırmaq, yeni hədiyyə olunan kitabları isə qaydaya salıb rəflərə düzmək. Onlara tanınmış bir nəşriyyat kitab bağışlamışdı və bunun sayəsində məktəbin kitabxanası şəhərdə ən zənginlərdən biri idi. Kitabxanaçı yaxın vaxtda təqaüdə çıxmışdı, yenisi hələ tapılmamışdı. Üstəlik bu qədər işin öhdəsindən tək adamın gəlməsi mümkün değildi. Ona görə də dərs ili başlamadan işi bitirməyə qərarı almışdılar. Görünür məktəbdən elə darıxmısınız ki, tətildə də sizi buradan qovmaq olmur. Samirə gülə-gülə kitabxanaya girib, direktor Sabir müəllimdən başqa, demək olar bütün müəllim heyətini görəndə dedi. Ya sadəcə istəmirik ki, uşaqlar yeni ildə Tom Sawyer'i biologiya bölməsində tapsınlar. Müəllimlərdən biri cavab verdi və hamı güldü. Ya da əlifbanı Napolyon kodeksinin yanında. Tarix müəllimi Nailə xanım adəti üzrə ciddi intonasiya ilə əlavə etdi, cümlə bu ciddilikdən daha da gülməli səsləndi. Samirə çantasını stolun üstünə qoydu, tez ətrafa baxdı və ingilis dilində kitabların olduğu masaya tərəf getdi. Çox düşünmədən işə girişdi. Kitabları səviyyələrinə və əlifba sırasına görə səliqə ilə ayırır, xaosdan doğan nizamdan zövq alırdı. Kömək edim, səs eşidildi. Arxa dönmədən də bilirdi ki, bu fizkultura müəllimi Faridin səsidir. O yaxınlaşıb Samirənin sistemini tez tutdu və məharətlə kitabları lazımı rəflərə düzməyə başladı. Sağ ol Farid, mən özüm də bacarıram. Ağır kitabları daşımağına ehtiyac yoxdur, mən edə bilərəm. Nə deyəcəyini bilməyən Samirə ah çəkdi və artıq nərdivanın üstündə duran Faridə növbəti dəstəni uzatdı. Elə bu anda Leylanın ona göz vurduğunu görüb qınayıcı şəkildə başını buladı. Samirə sadəcə çiyinlərini çəkdi.
Axşam harasa çıxaq, axı tətildir. Farid onun baxışını tutub biraz tərəddüdlə soruşdu. Mən əslində elə də tətildə deyiləm. Vəkil kontorunda tərcüməçi kimi işə düzülmüşəm. Vaxtım yox idi, yenə də yoxdur. Samirə mızıldandı, gözlərinə baxmamağa çalışaraq. Farid nərdivandan düşüb ona yaxınlaşdı. Sanki nəsə demək istəyirdi. Amma vəziyyəti Sabir müəllim xilas etdi. Qapıda bir qala isti, ətirli pizza qutuları ilə peyda oldu. Fasilə, buyurun, hücum edin. Nə vaxtdan pizza yeyirsiniz? Nailə xanım eynəyinin üstündən ciddi baxışla soruşdu. Nə edim? Mən böyük həvaskar deyiləm, amma zamanla ayaqlaşmağa və gənclərimizə güzəşt göstərməyə çalışıram. Axı gələcəyimiz onların əlindədir. Gələcəyi də tək pulovla, dolma ilə qurmaq olmur. Dünya görüşü genişlənməlidir. Elə pizza ilə nəsə qurmaq olar. Ancaq bir İtaliya dağı və korlanmış mədələr. Dünya görüşündən də heç danışmıram. Bizim milli yeməklərə pizza harda çatır? Pulovumuz, dolmamız tariximizin bir hissəsidir. Mən isə sizə təklif edirəm ki, indi tarixçi olduğunuzu unudasınız, mənim də coğrafiya müəllimi olduğumu xatırlayasınız. Təsəvvür edin ki, biz İtaliyadayıq və ətrafımız tərtəmiz pizza. Samirə gülümsəyib bir tikə dişlədi və direktorun vaxtında müdaxiləsinə içində minnətdarlıq etdi. Hamı şövqlə pizzaya hücum edərək bir-birinə söz atır, zarafatlaşırdı. Samirə ətrafa baxdı. Kitab qutuları hələ çox idi. Daha bir neçə saatlıq iş. Gərək bu sıralama işini yaramaz şagirdlərə saxlayaydıq. Həm faydası olardı, həm də davranışları barədə düşünməyə vaxt tapardılar. Müəllimlərdən biri dedi. Hə, ya da onların nizamından sonra biz bir il oturub hər şeyi yenidən düzərdik. Leyla gözlərini döndərib cavab verdi. Üstəlik, Dewey ruhundan da üzr istəyərdik. Farid əlavə etdi və qarşılığında anlaşılmaz baxışlar aldı. Yəni, o, kitabxana təsnifat sistemidir, o izah etdi. Yaxşı, boş verin. Elə onda növbəti dəfə şagirdlərin burada yenə qarşılıq salanda onlara da xatırladarsan. Nailə xanım tarix dərsliklərinin yığınını düzəldə-düzəldə əlini yellədi. Sabir müəllimin dediyi gənclərdən olan Leyla biologiya müəllimi idi və 9B sinifinin rəhbəri idi. Onunla Samirənin müəllimliyə baxışı oxşar idi. Elə bir çox şeydə də. Bu da onları yaxın dost etmişdi. Leyla fürsət tapıb Samirənin qulağına pıçıldadı, yanına sakitcə oturaraq. Sən onu hələ nə qədər itələyəcəksən? O oğlan bir ildir səndən gözünü çəkmir. Məktəbə gəldiyi ilk gündən. Yenə başladın. Samirə yorğun səslə pıçıldadı. Bu xoşbəxtlik mənlik deyil. Bəs sən hardan biləcəksən? Heç şans vermirsən axı. Oğlan yaxşıdır, yaraşıqlıdır, sənə canı dillə bağlıdır. Sən bəzən necə tikan olsan da. Üstəlik sənin artıq 20 yaşın deyil, evliliyi də düşünmək lazımdır. Keçmişi unut, hamısı eyni deyil. Bilirsən, hamı sənin kimi 28-ində ərə getməyə məcbur deyil. Sən mənim anamdan da betərsən. Sən heç olmasa eyham vurur. Sən isə elə bil süpürgə ilə zorla ərə qovursan. Ona görə ki, sənin anan Fariddən həbərsizdir. İstəsən onu maarifləndirim. Heç ağlına da gətirmə. Mənə sən tək başına bəs edirsən. Samirə dişlərinin arasından pıçıldadı və başını qaldıranda yenə Faridin baxışına tuş gəldi. Utanıb yerindən qəfil qalxdı. Əllərini çırpıb elan etdi. Yedik, içdik, indi də işə. Farid Samirəyə yandan baxdı və yenidən rəflərə qayıtdı. Ara sıra qıza baxmağı da unutmadan. Samirə isə elə göstərirdi ki, güya tamamilə kitablara köklənib. Onun baxışını sanki ensəsində hiss edirdi. Havada dolaşan gərginlik Leyladan qaçmadı, amma bu dəfə o ağıllı davranıb sustu. Samirə gözlərini qaldırmadan işləyirdi. Faridi incitmək istəmirdi, amma illüziyalara da yol vermək niyyətində deyildi. O Faridi bir insan, bir həmkar kimi bəyənirdi, amma daha artıq yox. Ürəyi ona yatmırdı və Farid bunu nə qədər tez anlasa, hər ikisi üçün o qədər yaxşı olardı. İş yenidən qaynayıb daşdı. Qutular boşalır, rəflər dolur, pəncərənin arxasında isə asta-asta alatorxan çökürdü. Gün bitirdi və Samirə yorğunluq hiss edirdi. Fiziki deyil, daha çox emosional. Öz-özünə düşündü ki, sükut istəyir, rahatlıq istəyir. Son qutular da boşaldılıb, kitabxana demək olar bayram təmizliyinə bürünəndə Sabir müəllim ucadan elan etdi. Nə oldu yoldaşlar? İş 500 qiymətinə yerinə yetirildi. Bitiririk, sabah artıq cilalama. Müəllimlər cavaş-cavaş dağılmağa başladı. Farid çıxışda biraz ləngidi və sanki cəsarətini toplayıb ona tərəf addımladı. Səni aparım, dedi, səmimi və mehriban şəkildə.
Samirə çantasını bağlaya-bağlaya gözünü qaldırmadı. Lazım deyil, mən maşınlıyam, amma sağ ol, qısa cavab verdi və səsində nə sərtlik, nə də yumşaqlıq hiss olunmamasına çalışdı. Farid bir saniyədə dayandı, başını tərpədib getdi. Arxasınca sükut qaldı. Evdə yol boyu Samirəni bir fikir buraxmırdı. Niyə o özünü belə idarə edə bilmir? Farid həqiqətən yaxşı oğlandı. Ağıllı, mehriban, yaraşıqlı, amma yenə də onda Faridə qarşı heç bir çəkim yox idi. İçində heç bir titrəyiş, heç bir cavab. Əvəzində isə inadla fikirləri parkinqdəki o tərbiyəsizə qaydırdı və onun cavab məktubuna necə reaksiya verəcəyini düşünürdü. Samirə başa düşürdü ki, bu gülüncdür. Bilirdi ki, buna nə vaxtı, nə də fikir sərf etməyə dəyməz. Amma baş verənlər sanki onu bir oyuna çəkirdi. Qəribə, cəsarətli, istənilməz bir oyun. Nəysə, görək sabah onun maşınının kapotuna hansı gün hədiyyə gətirəcək.